Sual tipində bax, görürsünüz ki, ABCD kvadratı 9 kongruent kvadrata bölünür. Yəni bunlar deyil bir-birinə bərabərdir. Bütün tərəflər bərabər. 1, 1, 1, 1, 1, 1. Belə başa düşür. Deyir ki, bunlar bir-birinə bərabər olduğu halda sinüs alfa vurulsun. Kotanges bettanın hasilini istəyir. Belə suallar 11 sinif buraxılış imtahanlarında özəşsiz tapan sual tiplərindəndir. Bax, yaxşı yadda saxlayın. Biz xatırlayacaq düzbucaqlı sual xəstəsi. Onu bilsək, bu sualları çox rahatlıqla həll edərik. Və qayıdacaq həmdəsənin ilk anlayışlarına. Həmdəsənin ilk anlayışlarında qaydalarımız nələr idi? Deyirdik ki, daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Z hərfini yadda saxlayacaq da, düz deyilmi? Birinci cəhəm düzbucaq qaydasını xatırlayaq, sonrasına baxaq. Uşaqlar, bax, deyirdim ki, əgər bizə bir düzbucaqlı bucaq vermiş olsa, buna bir alfa bucağı desəm, A, B, C desəm, tez xatırlayıram sinüs alfanı. Nə idi sinüs alfa? Sinüs alfa, bəli, qarşılaş qaydası nəyə? Bizə kotanges xatırlayaq da bizdən soruşanlar. Kotanges nədir? Bitişiyin ay sağ özdə beta. Bitişik katetimiz nədir burada? B bölünsün A. Düzdür. Bu misal üçün keçərli deyil ha bu. Sadəcə xatırlatma elədim ki biləsiniz. Tamam? Yaxşı. İndi uşaqlar. Bax, gəlin düşünək. Ay müəllim. Məndən bu alfa bucağım burada verib, beta bucağım burada verib. Baxın uşaqlar. Burada bir düz bucaqlı bucaq belə yaranır, biri belə yaranır. Biri belə yaranır, biri də belə yaranır. Düzdür. Gəlin fikirləşək. İndi burada bir özümüzdən bir bucaq yaratmalıyıq buna uyğun. Düz bucaq yaratmalıyıq. Bir dənə baxın hələ. Z hərfini qırmızı ilə təşəkkürdən biləsiniz. Bax, buranı görürsünüz. Belə, belə, belə. Bunlar bir-birinə paraleldirsə. Burada beta adı uşaqlar. Burada nə oldu? Beta. Başa düşdünüz də məntiqini? Yaxşı. Onda buranı silirəm ki, məni çırıqdırmasın. Onda bax, buranı qəşəng qızardıram. Sizin üçün sənə gəlir görəsiniz deyə. Aha. Yarandı bir dənə düz bucaqlı bucaq. Kongruentdə hamısı bərabərdir. Bu da 1, uşaqlar 1, 1, 1. Onda bura neçə elədi? 3. Bu düz bucaqlı bucaq nədir? Kotanges beta. Onda mən bu kotangesin yerinə vuraq yazıb. Kotanges bitişik katetin nəyə nisbətidir? Qarşıdakı kateti. Bitişik katetin 1, qarşıdakı katetin neçə idi? 3. Aydında bura qədər başa düşdük? Yaxşı. İndi nə qaldı mənim üçün burada? Sinüs. Bax. İndi burada yeni şərtə baxıram uşaqlar. Bu bucağı görsə alfa. Bu onun arasıdır. Qarşı bucağı. Belə deyil bu hissə. Onda burada alfa olar mı? Z hərfini görürsünüz. Daxili çarpaz bucaqlar. Gördük. Bura alfadırsa bura nədir? Alfadır. Ya da bu bucaq bu bucağa uyğun bucaqdır. Belə də yadda saxlamaq. İndi gəlin buranı silək. Bax, məsəl üçün bu bucağın alfa olduğunu görsəm, indi gəlirəm. Burada da bir dənə, aha, bu üç bucağı yaradıram. Uşaqlar, üç bucağın burası 1, 1, 1. Burası da 2. Onda 1, 2'dirsə, bu hipotenuz neçədir Pifagor teoremindən? 4 plus 1, 5 eləyər də, düzdür. Yaxşı. İndi məndən də sinusu istəyir. Sinus alfa bərabərdir. Qarşıdaş katetin nəyə nisbəti? Hipotenuza nisbəti, düzdür.